Bugün Kəlbəcərə daha 32 ailə, yəni 139 nəfər qayıdıb. Doğma yurda qovuşanların təəssüratlarını əməkdaşımız Ayşən Cümşüdovadan eşidəcək. Hazırda o bizimlə birbaşa bağlantıdadır. Ayşən, buyurun, söz sizdədir. Bəli, bugün Kəlbəcərə növbəti köç karvanı gəlib çatdı artıq və buradan da hər şey aydındır. Onlar 32 illik həsrətə son qoydular və öz doğma yurd yuvalarına qovuşdular. Ətrafda həm sevinç, eyni zamanda böyük bir coşqu hiss olunur. Onlar həm öz doğma yurdlarına qovuşmaqla yanaşı 32 illik həsrətə son qoydular. Əlbəttə ki, bunun sevinclə yanaşı onlarda bu 32 ilin bir kədəri də var. Gəlin bir-bir yaxınlaşaq, onlardan məsələ bu sevincli anları özlərindən eşidək və burada göz yaşlarını saxlaya bilməyən analarımız var. Xoş gəlmişsiniz. Özünüzü təqdim edin, zəhmət olmasın. Ben Şükürova Mahizər Nəbi qızı. 32 ildən sonra torpağa, yurda qayıtmaq necədir? Çox xoşdur. Allah rəhmət eləsin şəhidlərimizə. Qazilərimizin canı sağ olsun. Prezidentimizə minnətdarlığımızı bildiririk. Amma dağlardan başqa heç nə yoxdur. Allah rəhmət eləsin ölənlərimizə. Sücəyət demişdi ki, bir gün gülə-gülə qayıdacaqdı. Ağlaya-ağlaya Gürcən Kəlbəcər. Atam rəhmətlikdə demişdi ki, hay düşə adında bir şeir. Kaş nə ola qardaşım, hay düşə Kəlbəcərim qayda, Ağdərədən kərvan gedə, vətənimə yol düşə. Nəbiyə də məzar yeri, qismət ola pay düşə, o da pay düşmədi, atam görmədi. Allah rəhmət eləsin ölənlərimizə. Xoş gəlmişsiniz evinizə, obanıza. Özünüzü təqdim edin, zəhmət olmasın. Nağıyeva Gülşən Kərəm qızı, bir nömrəli məktəbin direktoruydum, 23 il direktor işləmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, valideynlərimizə səbir versin ki, onların balaları rəhmətə getdi. Allah prezidentimizə uzun ömür, can sağlığı, ailəsi ilə birlikdə uzun ömür, can sağlığı arzulayıram. Dünya durduqca dursun, o bizim fəxrimizdir, hər yerdə fəxrimizdir. İstər başqa ölkələrdə, istər Kəlbəcərimizdə. O ki, Kəlbəcərimizi belə quruculuq yaxşı gedibdir. Bizim üçün evlər tikibdir. Çox sağ olsun, var olsun. Həmişə dünya var olduqca o da dursun. Öpürəm hamınızı, qızım. Xoş gəlmişsiniz bir daha. Bəli, bu sevincli anları elə siz də ekranlarımızdan izləyirsiniz. Artıq onlar yavaş-yavaş yerləşməyə başlayıblar. Hər kəs özü ilə bir qucaq dolusu sevinç gətirib və onu da deyək ki, bugün 32 ailədən ibarət 139 nəfər Kəlbəcərə növbəti dəfə köç etdi və onu bildirim ki, Gəncə şəhərindən 14 ailə, Bakı şəhərindən 12 ailə, Abşeron rayonundan 3 ailə, Tərtər rayonundan 1 ailə, Samux rayonundan və Mingəçevir şəhərindən də bir ailə bugün köçüb və ümumilikdə isə bununla da 52 ailədən ibarət 223 nəfər öz doğma yurd yuvasına qovuşdu. Bu köç karvanını da görürsünüz. Bir ucu burada başlayıb və digər ucunu görmək mümkün deyil. Əlbəttə ki, bu karvan mərhələli şəkildə hələ də davam edəcək. Hələ də bizim işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri sürətlə davam edir və bu karvanların hər biri mərhələli şəkildə həmin ərazilərə də, həmin yurdlara da gedəcək. Bizim sizə buradan çatdırmaq istədiklərimiz bu qədərdir. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm sizə.